Nəyə psixoloji resursunuzu xərcləyirsiniz? Hər gün, hər gün. Bəli, çoxunuz deyir, təlimlərdə bunalayandan sonra dönüş nöqtəsi yaşamağa başladınız. Həmin anda problemlərin ən dibini yaşayıb da yaşamağa belə resursu qalmayan Asiya, məsələn, bütün resursunu sıraladığım şeylərdən də daha çoxuna, minlərlə listə çıxartmaq olardı ki, nəyə xərcləyirdi Asiya bütün resursunu. Başa düşürsünüz? Bütün resursumu xərcləyirdim davamlı, psixoloji resursumu davamlı çöl faktorlara. Bəli, öz-özünə danışmaq, yenə də deyirəm, günah duyğusu, ayıb duyğusu, yazığı gəlmək ona buna, bastırdığım agresiya, sözümü deyə bilməmək, sərhədlərimi qoruya bilməmək, başqaları nə deyər, nə düşünər, ertələmək, qərarsızlıq, dağınıqlıq, məsuliyyətdən qorxmaq, insanlardan qorxmaq, yaxşı qız olmaq, hamısına resursumu xərcləyirdim. Və əlbəttə bütün bu resurs bançkamı, bu şeylərə mən xərcləyəndə, əlbəttə pul üçün nə qədər qəpik quruş qədər resurs qalırdı ki, pula yönləndirim mən. Hər kəsin eyni qədər resursu var, amma bu resurs da bir yerəcə limitlidir. Ona da baxır biz nəyi xərcləyirik, düzdür? İndi məsələ burasındadır ki, bunları bir-bir həll eləyəndə nə baş verir? Resursumuz azad olur, düzdür? Daha çox resursu biz yönləndirə bilirik pula, maddiyata. Fərqi yoxdur, bu pul maddiyat sizə bir adamdan gəldi, yoxsa biznesdən gəldi, yoxsa işdən gəldi, heç fərqi yoxdur. Yoxsa hamısından gəldi, yoxsa miras qaldı, heç fərqi yoxdur hansısa pul kanalından gəlməsinin. Məsələ burasındadır ki, o resurs azad olduğu zaman rahat hiss edirsiniz, bütün bədənlə də rahatlaşırsınız, fizikən də, ruhən də rahatlaşdığınız üçün daha çox resursunuzu yönləndirə bilirsiniz.